Hər vaxtınız xeyir dostlar, bir məhkəmə xəbəri barədə sizə məlumat vermək istəyirəm. Belə ki, söhbət TikTokda daha çox əyləncəli yarışlar təşkil etməklə tanınan aparıcı Azərzahid və onun köməkçisi Rövşən Təhməzovdan gedir. Belə ki, hər iki şəxsin ev dustaqlığına buraxılması məsələsinə Nərimanov rayon məhkəməsində baxılıb. Birinci Azərzahidin prosesi olub. Deməli, keçirilən prosesdə və yekun qərara əsasən Azərzahid barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb, yəni ev dustaqlığına buraxılmayıb. Daha sonra Rövşən Təhməzovun məsələsinə baxılıb. Rövşən Təhməzovda isə əksinə, o artıq ev dustaqlığına buraxılıb və onun barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Qeyd edək ki, hər iki şəxs ötən il dekabrın sonunda polisin keçirdiyi əməliyyat nəticəsindən saxlanılıb və həbs edilib. Onlara qarşı Nərimanov rayon məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2, yəni mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı legallaşdırma və 244-1.2.2 və 244-1.2.4, yəni qumar oyunu təşkil etmək qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəldikdə maddələrlə ittiham sürülüb.